Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Ve la udvane illa alel zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Amma ba'd. Məzhəbə bağlanma və təqlid barədə dərslərimiz davam edir. Və bu dərsimizdə qısa şəkildə müctəhid, onun tərifi və müctəhidlərin təbəqələri barədə qısa şəkildə danışacaq və həmçinin bir neçə mövzuya da toxunacaq. Şəriətimizdə müctəhid kəlməsi yaxud da ki ictihad kəlməsi ərəb dilində gələn cuhd yaxud da ki cəhd kəlməsindən götürülmüş. Bu da hər hansı bir insanın bir işi icra etdikdə var gücünü sərf etməsidir. Şəriətdə olan mənası isə şəriətdə gələn əməli olan furu əhkamları təfsilatlı dəlillərdən istinbat etmək qüdrətinə, qabiliyyətinə gələn kimsəyə deyilir. Yəni müctəhid şəriətdə gələn və əməli olan furu əhkamları təfsilatlı dəlillərdən istinbat etmək qüdrətinə, qabiliyyətinə malik olan kimsədir. Bizim şəriətimizdə müctəhidlərin bir neçə təbəqəsi vardır. Təbii ki, müxtəlif məzhəblərdə müctəhidlərin təsnifatı müxtəlifdir. Ancaq icmalı şəkildə alimlər onun 5 yaxud da ki 6 təbəqədən ibarət olduğunu demişlər. Və onu 2 növə ayrılmışlar. Müctəhidləri 2 növə yaxud da ki 2 qismə ayrılmışlar. Müstəqil olan müctəhid və həmçinin müstəqil olmayan müctəhid. Müstəqil olan müctəhid ona deyirlər ki əl-muctəhidul müstəqil yaxud da ki əl-muctəhidul mutlaqul müstəqil. Və bu müctəhid qaydaları təyin etməkdə müstəqil olan kimsədir. Yəni öz məzhəbinin təməllərini qoyan alimə deyilir, müctəhidə deyilir. Mütləq və müstəqil olan müctəhid heç bir məzhəbə tabe deyil. Quran və sünnətdən furu əhkamları istinbat edir və bunu da öz qoyduğu təməllərə uyğun olaraq icra edir. Yəni fiqh əhkamları təsis etdiyi əsaslar üzərində qurur. Buna bizim şəriətdə əl-muctəhidul müstəqil deyilir. Müstəqil olan müctəhid. Və müstəqil olan müctəhidlər kimlərdir? Misal üçün 4 məzhəb imamları. İmam Əbu Hanifə, İmam Məlik, İmam Şafii, İmam Əhməd və həmçinin İmam Əl-Əvzai, İmam Əl-Thawri və digər böyük imamlar. Bunlar hamısı müstəqil müctəhidlər olublar. Və bunlara həmçinin mütləq müctəhidlər də deyilir. Mütləq müctəhid heç bir alimin məzhəbinə bağlı olmaz. O özü müəyyən əsaslar qoyur və fiqh əhkamları da həmin əsaslar üzərində istinbat edir. Və İbn Abidin rahimehullah təala bu təbəqəni tabaqatul muctəhidin fi şər'a adlandırmışdı. Yəni şəriətdə müctəhidlərin təbəqəsi. Bunlar müstəqil olan müctəhidlərdir. İkinci təbəqə isə el-muctəhidul mutlaqu gayrul müstəqil. Müstəqil olmayan mütləq müctəhidlər. Bu cür ictihada yaxud da ki bu növdən, bu təbəqədən olan müctəhidlərə həmçinin el-muctəhidul mutlaq el-muntəsib də deyilir. El-muctəhid, el-mutlaq, el-muntəsib. Yəni hansısa məzhəbə mənsub olan, lakin mütləq olan ictihad etmə iqtidarında olan kimsədir. Yəni mütləq müctəhiddir, lakin hansısa bir məzhəbin və yaxud da ki hansısa bir müctəhidin əsaslarına uyğun olaraq ictihad edir. Bu müctəhidin mütləq müctəhidlə arasında olan fərq nədən ibarətdir? Yəni mütləq müctəhid, yəni müstəqil olan mütləq müctəhid öz qaydalarına, öz əsaslarına uyğun olaraq fiqh əhkamları istinbat edir. Muntəsib olan müctəhid isə hansısa bir imamın əsaslarına uyğun olaraq ictihad edir. Yəni özündən heç bir üsul qoymur. Bu təbəqədən olan müctəhidlər, yəni muntəsib olan müctəhidlər İmam Əbu Hanifənin şagirdləri.
Misal üçün, Abu Yusuf, Muhammed ibn Həsən, Zufər və həmçinin Malikilərdən İbnül Qasim, Əşhəb, Şafilərdən Əl-Buveyti, Əl-Muzəni kimi alimlərdir. Və həmçinin İmam Əhməd məzhəbində olan müntəsib müştəhidlər Əbu Bakr Əl-Əsram, Əbu Bakr Əl-Mərvazi, İbrahimul Harbi və s. digər alimlər. Bunlar mütləq müştəhidlərdir, lakin məzhəbin əsaslarına uyğun olaraq ictihad edirlər. Yəni, məzhəbin imamına furu məsələlərdə tabi olmurlar. Təbii ki, onlar müstəqil şəkildə ictihad etməsələr belə, onlar mütləq müştəhid hökmündədirlər. Buna rəğmən məzhəbin imamının qoyduğu qaydalara, qoyduğu əsaslara uyğun olaraq ictihad edirlər. İbn Abidin rahiməhullah bu təbəqəni tabaqatul müctəhidinə fil məzhəb adlandırmışdır. Yəni, məzhəbdə müctəhidlərin təbəqələrdir. Və bu cür ictihad edən alimlər, yəni bu növdən olan, bu təbəqədən olan müctəhidlər, əhkamları dəlillərdən istixrac etmək iqtidarındadırlar. Yəni, onu dəlillərdən çıxarmaq, o əhkamları dəlillərdən çıxartmaq qüdrətindədirlər. Lakin bunu öz imamının qoyduğu qaydalara əsasən edirlər. Halbuki ona bəzi furu məsələlərdə müxalif ola bilərlər. Və bu cür ictihad edən alimləri birinci təbəqədən ayıran xüsusiyyət də məhz budur. Birinci təbəqədə olan mütləq müştəhidlər öz əsaslarına, öz qaydalarına əsasən ictihad edirlər. Müntəsib olan müştəhidlər isə imamın üsullarına uyğun olaraq ictihad edirlər. Halbuki dediyim kimi, bəzi furu məsələlərdə, bəzi furu əhkamlarında ona müxalif olurlar. Və alimlər buyururlar ki, bu iki təbəqədə olan alimlər artıq bizim dönəmdə mövcud deyil. Mütləq müştəhidlər və yaxud da ki, müntəsib olan mütləq müştəhidlər bizim zamanımızda yoxdur. Üçüncü təbəqədə olan müştəhidlərə isə əl-müctəhidul muqayyad deyirlər, yaxud müctəhidul təxric, yaxud da ki, müctəhidul vücuh. Müxtəlif adları var. Muqayyad olan müştəhid, təxric edən müştəhidlər və yaxud da ki, müctəhidul vücuh. Misal üçün, Hənəfilərdən Əl-Xassaf, Əl-Tahavi, Əl-Kərxi, Əl-Hilvani, Əl-Sərəxsi və digər alimlər bu təbəqəyə daxildilər. Və həmçinin Malikilərdən İbn Əbi Zeyd Əl-Qayravani, Şafilərdən Əbu İshaq Əş-Şirazi, Əl-Mərvazi, Muhammed ibn Cərir və digərləri bu təbəqəyə daxildirlər. Həmbəli alimlərindən isə Qadi Əbu Ya'lə və həmçinin Ali ibn Əbi Musa bu təbəqəyə daxildir. Bu, ümumiyyətlə, müctəhidü təxric deyildiyi zaman qəsd olunan nədir? Və yaxud da onlara dediyim kimi, ashabul vücuh deyirlər. Təxric, yəni, misal üçün, hansısa bir məzhəbin imamı bir məsələ haqqında öz görüşünü bildirməmişdir. Və onun əshabı, həmin o imamın əshabı, imamdan rəvayət olunan məsələyə bənzəyən bir görüşü götürüb, onu məzhəbə nisbət edir. Buna təxric deyilir məzhəbdə. Və yaxud da buna təxricül furu aləl furu deyilir. Yəni, furu məsələləri imamın furu məsələlərinə təxric etməsidir. Misal üçün, deyək ki, imamdan bir şey rəvayət edilir və onlar imamdan rəvayət edilməyən hansısa bir məsələni, ona bənzəyən məsələni ona uyğunlaşdıraraq onu məzhəbə nisbət edirlər. Misallar çəkək. Misal üçün, Həmbəli məzhəbində kafirlərin paltarları və həmçinin onların qabları, yəni qab-qacağı, nəcasətə bulaşdığı məlum olmayınca təmiz hesab olunur. Kafirlərin libası və həmçinin onların qab-qacağı, əgər murdar deyilsə və yaxud murdarlığı bilinmirsə, Həmbəli məzhəbinə görə, bizim imamlarımıza görə təmiz hesab olunur. Və İmam Əhməddən buna dair 5 rəvayət gəlmişdir. Rəvayətlərin birində İmam Əhməd bunu mütləq olaraq yasaqlamışdır. Demişdi ki, paltarlarını geymək olmaz, qablarından istifadə etmək də olmaz. Və bir rəvayətdə onu istifadə etməyi məkruh görmüşdü. Bir rəvayətdə isə demişdir ki, əgər onların alt paltarları olarsa, kafirlərin, onda namaz qılınmaz. Və həmçinin bir rəvayətdə də gəlmişdir ki, o kimsələr ki, onların kəsdiyi ət yeyilmir, onların qab-qacağı və həmçinin paltarı istifadə olunmur, ta ki o yuyulmayınca. Yəni, yuyularsa, onda istifadə edilə bilər. Bu 5 dənə rəvayət gəlir İmam Əhməddən. Fəqihlər, yəni Həmbəli fəqihləri, İmam Əhmədin bu rəvayətlərindən müxtəlif məsələləri, əhkamları təxric etmişlər. Misal üçün demişlər ki,
İmam Əhməddən onun nəcasətli olması sözünə əsasən bəzi əshab demişlər ki, sərxoş edici içkilərə qurşanan kimsənin paltarı da eyni hökmdədir. Yəni kafirlərin paltarı hökmündədir. Və həmçinin demişlər ki, yəni, əgər bir insan, onun işi, misal deyək ki, hansı bir nəcasətli şeyə bulaşması ilə bağlıdırsa, o insan da hökmü eyni insanların hökmündədir. Və həmçinin digər bir görüşünə əsasən onlar kafirin bədəninin də təmiz olacağını demişlər. Bu da əshabın İmam Əhmədin sözündən təxric etdikləri və yaxud da ki, onun rəvayətlərinə əsaslanaraq təxric etdikləri bir hökmdür. Və həmçinin demişlər ki, onun yeməyi və içməyi də təmizdir. Əgər qab-qacaq təmizdirsə, yemək, içməyi də təmizdir. Və buna bənzər digər məsələlər həmçinin. Və bu üçüncü təbəqədə olan insanlar Əshabul Vucuh adlanırlar və yaxud da ki, Muctəhidut Təxric. Həmbəli məzhəbində əshabın görüşünə vacih deyilir. Həmçinin şafilər də əshabın təxric etdikləri görüşü imama deyil, əshaba nisbət edirlər. Həmbəli məzhəbində İmam Əhmədin dediyi sözə rəvayət deyilir. Əshabın dediyi görüşə isə vacih deyilir. Və dördüncü təbəqədə olan müctəhidlərə isə Muctəhidut Tərcih deyilir. Muctəhidut Tərcih kimdir? O kimsədir ki, məzhəbin imamının sözlərini tərcih etmə iqtidarındadır və yaxud da ki, məzhəbin imamının sözləri ilə əshabın sözləri arasında tərcih aparan kimsədir. Yəni, birini digərindən üstün etmək iqtidarında olan kimsədir. Hənəfilərdən Əl-Mərğinəni kimi alimlər tərcih müctəhidlərinə hesab olunur. Həmçinin Malikilərdən Xalil bu təbəqədəndir. Şafi alimləri qatında Ər-Rafi'i, həmçinin Ən-Nəvavi, rahiməhuməllah, ashab-ı tərcihdirlər. Həmbəli məzhəbində tərcih müctəhidləri Aləuddin Əl-Mardavidir və həmçinin digər alimlərdir. Misal üçün Əl-Kəlvəzəni kimi alimlərdir. Və 5-ci təbəqə Muctəhidul Futya. Muctəhidul Futya. O kimsələrdir ki, məzhəbi qorumaq və onu tənzimləməklə məşğuldurlar. Onlara fətva müctəhidləri deyirlər. Yəni, onlar məzhəbi qorumaq və məzhəbi nəql etməklə, məzhəbdə qapalı olan məsələləri izah etməklə məşğul olurlar. Və həmçinin məzhəbdə olan güclü və yaxud daha güclünü ayırt etmək, zəif, mərcuh, racih kimi məsələləri ayırt etməklə məşğul olurlar. Və hənəfilərdən bir sıra mütəəxxir alimlər bu təbəqəyə daxil olmuşlar. Və həmçinin şafilərdən, misal üçün İbn Həcər Ər-Ramli bu təbəqədən olmuşlar. Bu 5 təbəqə və bəzilər 6 təbəqə qeyd ediblər. Bu 5 təbəqə, yəni icmalı şəkildə 5 təbəqə müctəhidlərin təbəqələridir. Halbuki dediyim kimi, bəzi məzhəblərdə təsnifat fərqli ola bilər. Amma icmalı şəkildə alimlərin qeyd etdiyi kimi müctəhidlərin təbəqələri 5-dir. Digər təbəqələr isə müqəllidlərin təbəqələri hesab olunur. Yəni, digər insanlar, bunlardan savayı olan digər bütün insanlar müqəllid hökmündədirlər. Yəni, bu alimlərin ictihadına əsasən əməl edən kimsələrdir. Bura həm alimlər də daxildir, həmçinin təcəzzü ictihadı edən kimsələr də daxildir, həmçinin heç bir şey anlamayan avam insanlar da daxildir. Və bu təbəqələrin başında da dediyimiz kimi böyük imamlar, fəqihlər durur. Misal üçün, 4 məzhəb imamı. Bunlar bütün bu təbəqələrin başında duran mütləq və müstəqil olan müctəhidlərdir. Ümumiyyətlə, mütləq müctəhid, təbii ki, onu qeyd etdim. Mütləq müctəhid, bizim dönəmdə mütləq müctəhid var, yoxsa yox. İbn-i Salah rahiməhullah buyurur ki, Munzu dəhrin tavilin tuya bisatul muftil müstəqillil mutlaq vəl-müctəhidil müstəqill və əfda əmrul fətva iləl fuqahail müntəsibinə ilə əimmətil məzəhibil mətbu'a. Buyurur ki, uzun zamandan bəri müstəqil olan mütləq fətva verənlər və həmçinin müstəqil müctəhidlərin dönəmi bitmişdir. Artıq bu dönəm bitmişdir. Və artıq tabi olunan məzhəblərin imamına mənsub olan fəqihlərin əlinə fətva keçmişdir. Yəni, artıq fətvanı verənlər tabi olunan məzhəbin imamlarına mənsub olan kimsələrdir. Və həmçinin İbn Həmdan Əl-Həmbəli Sifatul Fətva vəl-Müstəfti kitabında buyurur ki, وَمِنْ زَمَنٍ طَوِيلٍ عُدِمَ الْمُجْتَهِدُ الْمُطْلَقِ. Uzun zamandan bəri mütləq müctəhidlər yoxa çıxmışdır. Artıq mütləq müctəhidlər yoxdur.
Deyir ki, "Ma'a ennehu'l ana aysaru minhu fi's zamanil awwal." Halbuki indiki vaxtda mütləq müştəhidin olması öncəki vaxtlardan daha asandır. Nə üçün? Çünki li'annal hadis ve'l fiqh qad duwina. Çünki fiqh və hədis kitablara yazılmışdır. Və kəza ma yetəallaqu bil ictihad min al ayat ve'l athar və usul el fiqh ve'l arabiyyə və qeyri zalik. Və həmçinin ictihadla bağlı olan ayələr, əsərlər, usulul fiqh, ərəb dili və digər elmlər hamısı kitablara yazılmışdır. İbn Həmdan buyurur ki, lakin insanların himmələri zəifləmiş və istəkləri demək olar ki, yoxa çıxmışdır. Halbuki bu elm fardu kifayə olan elmdir. Və artıq alimlərin də qeyd etdiyi kimi mütləq müştəhid dönəmi bitmişdir. Və elm yazılmış və hansısa bir təzə hökmün öncəki imamların demədiyi hansısa təzə bir hökmün çıxması mümkün deyil. Müştəhidlər özündən öncə yaşamış imamların məzhəblərini davam etdirib, onların qoyduğu əsaslara uyğun olaraq ictihad etmələri mümkündür. Ancaq mütləq müştəhidin, yəni hansısa təzə bir məzhəbin ortaya çıxması, əhl-i sünnətə nisbət edilməsi bu artıq mümkün deyil. Və Həmbəli məzhəbinə görə hər bir əsrdə müctəhidin olması mütləqdir, vacibdir. Halbuki cumhur alimlərinə görə hər bir əsrdə müctəhidin olması heç də vacib deyil. Həmbəli məzhəbinin mufradatlarından biri də budur. Onlar deyirlər ki, hər bir əsrdə müctəhidin olması labüddür. Və təbii ki, günümüzdə bir çox insanlar o böyük imamların görüşlərini tərk edib özləri tərcihlə məşğul olurlar. Və tərcih haqqında qısa şəkildə onu demək olar ki, ümumiyyətlə tərcih sözü nisbi bir məfhumdur, anlamdır. Tərcih, yəni misal üçün bir adam deyir ki, bu məsələdə racih görüş budur, bu məsələdə üstün olan görüş budur. Halbuki hansısa bir görüşün üstün olması və yaxud da ki, üstün olmaması nisbi məsələdir. Hansısa bir alimin qatında bir məsələ üstün ola bilər. Digər bir imamın, digər bir müştəhidin qatında isə o məsələ üstün yox, mərcuh ola bilər. Bu baxımdan bu nisbi bir şeydir. Cahil insanların ortalığa çıxıb bu məsələdə racih budur deməsi təbii ki, müsəlmanların içində halın acınacaqlı olduğunu göstərir. Yəni, avam insanlar nəinki müntəsib müştəhidlər qatında olan, heç alim səviyyəsində olmayan, heç elmin əlifbasını bilməyən insanlar çıxıb məsələlərdə racih, mərcuh görüşləri ortaya gətirirlər və bununla da təbii ki, insanları saptırırlar və imamların görüşlərini tərk edirlər. Və deyəndə ki, yaxşı, racih dediyin zaman qəsd etdiyin nədir? Deyir ki, dəlillərə ən yaxın olan nədirsə racihdə odur. Sanki alimlər dəlillərə əsasən deyil, hansı başqa kitaba əsasən hökm verərlər. Tövrata baxardılar, İncilə baxardılar. Hər bir alimin qatında onun üstün saydığı görüş dəlilə dayanır. Və bir şeyin racih, bir şeyin mərcuh olduğunu bilmək üçün də onların səviyyəsində və yaxud da ki, o səviyyəyə yaxın bir alimin olması lazımdır. Avam insanın racih, mərcuh kimi sözləri istifadə etməsi isə elmi müstəvidə heç bir önəm daşımır. Həmçinin təəssübkeşliyi məsələsi haqqında da qısa şəkildə danışmaq istərdim. Məzhəb təəssübkeşliyi. Çünki məzhəbə bağlanan insanların çoxunu məzhəb təəssübkeşliyində ittiham edirlər. Deyirlər ki, siz mütəəssibsiniz, təəssübkeşsiz. Deyir ki, bir insan Abu Hanifənin məzhəbinə təqlid edir. Onun rüxsətlərindən, əzimətlərindən istifadə edir. Deyir ki, bir hənəfidir, vəlisiz nikahın səhih olduğuna etiqad edir və buna əsasən də əməl edir. O insana irad bildirməyə icazəlidir, yoxsa yox. Yaxud deyə bilərsən ki, səhih hədis var, Abu Hanifənin bu görüşünü tərk et və mən dediyimə əsasən əməl et. Etməsən, sən mütəassibsən, təəssübkeşsən. Nə üçün? Çünki səhih dəlili tərk etmirsən. Təbii ki, səhih hədisin zahirini tərk etmək barədə öncəki dərslərdə müəyyən qədər açıqlama verdik. Və ümumiyyətlə təəssübkeşlik məfhumu nədir? Təəssübkeşlik əl-isabə vəl-usbə sözündən götürülmüşdür. Əl-isabə vəl-usbə yəni dəstə mənasındadır. Allahın Rəsulü sallallahu aleyhi və səlləm Bədr gecəsində, yəni döyüşdən öncə gecə dua edərkən Allah Taala'ya buyurur ki, Allah Taala'ya dua edərək, yalvararaq deyir ki, Allahım, əgər sən bu dəstəni həlak etsən, artıq bundan sonra sənə heç kəs ibadət etməz. Yəni, yer üzündə olan müsəlmanlar yalnız bu dəstədir. Deməli, əl-isabə
dəstə mənasındadır. Və yaxud da ki, Allah Cəllə və Alə Quran-ı Kərimdə Yusufun qardaşları barədə xəbər verərək buyurur ki, qalu لَاِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُسْبَةٌ اِنَّا اِذَا لَخَاسِرُونَ. Onlar dedilər, biz bir dəstə olduğumuz halda, əgər onu canavar yiyərsə, demək ki, biz ziyana uğrayanlarıq. İbn Manzur Lisanul Arab kitabında Əl-Usbə, Əl-İsabə kəlməsinə açıqlama verərək buyurur ki, cəmaətun mə beynəl əşrəti iləl-ərbəin. Əl-İsabə yaxud Əl-Usbə 10 və 40 nəfər arasında olan insanlara deyilir. Yəni dəstədir. 10-40 nəfər arasında olan dəstəyə deyilir. Və bildik ki, həmin bu kəlmə, təəssübkeşi olaraq istifadə etdikləri kəlmə, bu sözdən ortaya gəlmişdir. Dəstə və yaxud da ki, bəzi alimlər demişlər ki, bir kütlə insan, bir dəstə insan, bir cəmaat insan. Və həmçinin o mənalarından biri də dəstəkdir. Dəstək mənasında istifadə edilmişdir. Dəstək deyildikdə isə ya haqqa, yaxud da ki, batilə dəstək qəsd olunur. Ya haqqa, yaxud da ki, batilə dəstək qəsd olunur. Və bu səbəbdən təəssübkeşlik kəlməsi geniş məfhumlu sözdür. Əgər burada haqqa təəssübkeşlik qəsd edilirsə, heç şübhəsiz ki, haqqa təəssübkeşlik məzəmmət olunan bir şey deyil. Hər bir müsəlman haqqa təəssübkeşlik etməlidir. Haqqı müdafiə eləməlidir. Yox, əgər burada batilə təəssübkeşlik qəsd olunursa, təbii ki, məzəmmət olunan təəssübkeşlik də budur. Ancaq bir insanın məzhəbə bağlanması ilə təəssübkeşlik arasında heç bir bağlılıq yoxdur. Ola bilsin də ki, bəli, insan hansı bir məzhəbə təəssübkeşlik etsin, lakin təəssübkeşlik dediyimiz zaman, məzəmmət olunan təəssübkeşlik dediyimiz zaman qəsd olunan nədir? Misal üçün, əgər bir həmbəli yalnız onun məzhəbinin haqq olduğunu, digər məzhəblərin batil olduğunu etiqad edərsə, bu məzəmmət olunan təəssübkeşlikdir. Və yaxud da ki, bir şafii yalnız onun məzhəbinin haqq, digər bütün məzhəblərin batil olduğunu etiqad edərsə, bəli, alimlər buna məzəmmət olunan təəssübkeşlik demişlər. Məzəmmət olunan təəssübkeşlik də məhz budur. Misal üçün, İbn Teymiyyə rahiməhullah Məcmul Fətavədə buyurur ki, وبلاد الشرق من أسباب التسليط الله التتر عليها كثرة التفرق والفتن في المذاهب وغيرها. Allah Taala'nın şərq ölkələrini onların hökmranlığına buraxması, tatarların hökmranlığına buraxması məzhəblərdə çoxlu parçalanmanın və fitnənin olması səbəbilə olmuşdur. Deyir ki, həttə təcidəl müntəsibə ilə şəfiiyyi yətəassabu li məzhəbihi alə məzhəbi Əbi Hənifə həttə yuxricəhu aniddin. Və görə bilərsən ki, Şafii məzhəbinə təəssübkeşlik edən kimsə Əbu Hənifə məzhəbində olan insanı dindən çıxarır, yəni təkfir edir. Və yalnız özünün haqq olduğunu deyir. وَالْمُنْتَسِبَ إِلَى أَبِي حَنِيفَ يَتَعَصَّبُ لِمَذْهَبِهِ عَلَى مَذْهَبِ الشَّافِعِيِّ وَغَيْرِهِ حَتَّى يُخْرِجَهُ عَنِ الدِّينِ. Və həmsə Əbu Hənifə məzhəbinə təəssübkeşlik edən kimsə Şafiini dindən çıxarır. Yəni onun din üzərə olmadığını deyir. Və həmçinin İmam Əhmədin məzhəbinə mənsub olan kimsənin də digər məzhəblərin mənsublarına eyni tavrı nümayiş etdirməsidir. Və təbii ki, alimlərin buyurduğu kimi məzəmmət olunan təəssübkeşlik buna deyilir. Yəni bir insanın öz məzhəbinin rüxsətləri və əzimətlərindən istifadə etməsinə təəssübkeşlik deyilmir. Bu şəriətdə icazəli olan təqliddir. Bu təəssübkeşlik deyil. Və alimlərin də qeyd etdiyi kimi məzhəbə bağlanan insanlar üçün deyilmiş qaydadır. Təməzhəb və lə tətəassab. Məzhəbə bağlan, lakin təəssübkeşlik etmə. Məzhəbə bağlan, lakin təəssübkeşlik etmə. Çünki təəssübkeşlik yalnız öz məzhəbinin, yaxud öz yolunun haqq olduğunu düşünməsi, digər bütün yolların isə batil olduğunu hesab etməsidir. Və bu səbəbdən insanlarda təəssübkeşlik barədə yanlış təsəvvür yaranmışdır. Dediyim kimi, onlar bir insanın məzhəbin rüxsətləri və əzimətlərindən tutunmağı təəssübkeşlik adlandırmışlar. Və bu da insanların zehnində yanlış olan bir məfhumdur. Bu, heç bir alim qatında təəssübkeşlik adlanmır. Heç bir alim qatında təəssübkeşlik adlanmır. İbn Teymiyyə rahiməhullah Teala buyurur ki, فَمَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ الشَّافِعِيِّ لَمْ يُنْكِرْ عَلَى مَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ مَالِكِ. Bir insanın qatında Şafiyyə təqlid etmək üstün olarsa, onun İmam Malikə təqlid edənə, yaxud İmam Malikin
məzhəbinə təqlid etməyi üstün sayana irad bildirməsi icazəli deyil. وَمَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ أَحْمَدَ لَمْ يُنْكِرَ عَلَى مَنْ تَرَجَّهَ عِنْدَهُ تَقْلِيدُ الشَّافِعِيِّ. Və həmçinin İmam Əhmədə təqlid etməyi üstün görən kimsə, İmam Şafiyə təqlid etməyi üstün görən kimsəyə irad bildirməz. Heç kəsə irad bildirə bilməz. Çünki bu, əhkam məsələlərdə olan məsələlərdir. Yəni, bu zənni məsələlərdə heç bir məzhəb digərinə irad bildirə bilməz və həmçinin o məzhəbi batil və yaxud da ki, yanlış yolda olduğunu deyə bilməz. Məzhəblər arasında olan ixtilaf Allah Taala'dan olan bir mərhəmətdir. Və şəriətdə də elə bir qayda var. La inkara fi məsailil xilaf. İxtilaflı məsələlərdə heç kəs irad bildirə bilməz. İxtilaflı məsələlərdə dediyim kimi bu əhkam məsələləridir. Və 4 məzhəbin öz aralarında etdiyi ixtilaf da mötəbər ixtilaf hesab olunur. Ancaq əgər keçən dərsdə dediyimiz kimi 4 məzhəbdən kənar şəz görüşlər ortaya gətirilərsə, bu ixtilaflara mötəbər olmayan ixtilaf deyilər və təbii ki, o şey rədd edilər. İbn Rəcəb rahiməhullahu teala Cəmi' Bəyanil İlmi və Fadlihi kitabında buyurur ki, Yahya ibn Sa'id el-Ansari belə demişdi. Mə bərihə ulul fətvə yuftun fəyuhillu həzə və yuharrimu həzə fələ yarəl muharrimu ennəl muhillə hələkə li təhlilihi və la yarəl muhillu ennəl muharrimə hələkə li təhrimihi. Buyurur ki, alimlər uzun zamandan bəri, yəni alimlər bütün əsrlərdə müxtəlif məsələlərdə fətva verərdilər. Bir alim hansı məsələni halal görər, digər isə onu haram görərdi. Və onu haram görən insan halal görən alimin həlak olduğunu etiqad etməzdi. Yəni bir alimin qatında hansısa bir məsələ haramdır. Digər alimin qatında isə o halaldır. Onu haram görən halal görənin həlak olduğunu etiqad etməzdi. Və həmçinin onu halal görən də haram olduğunu hesab edənin həlak olduğunu düşünməzdi. Yəni onlar ixtilafın ədəbini qoruyardılar. Və qısası təəssübkeşliyi məfhumu barədə bizim anladığımız odur ki, müqəllidin bir məzhəbin rüxsətləri və əzimətlərini götürüb o məzhəbə təqlid etməsi bizim şəriətimizdə məzəmmət olunan təəssübkeşliyi adlanmır. Məzəmmət olunan təəssübkeşliyi dediyimiz kimi hansısa bir yola, hansısa bir məzhəbə bağlanan kimsənin digər bütün insanların və yaxud digər bütün məzhəblərə mənsub olan kimsələrin batil üzərə olduğunu etiqad etməsidir. Ancaq günümüzdə təbii ki, təəssübkeşlik məfhumu tamamilə təhrif edilmişdir. İnsanlar düşünürlər ki, əgər bir müqəllid, sıravi müsəlman, müctəhid olmayan bir kimsə hansısa bir məzhəbə təqlid edirsə, deməli o təəssübkeşdir, mütəassibdir. Deyir ki, mən sənə səhih hədis gətirirəm, sən isə mənə Əbu Hanifədən danırsan, Əhməddən danırsan, Malikdən danırsan, təbii ki, o böyük bir cəhalətdir və bu məsələni biz keçən dərslərimizdə danışmışıq.